Salam əziz dostlar, xoş gördük sizləri. Bugün mən sizə Azərbaycanda hava şəraiti haqqında olan 15 sualdan ibarət olan testi izah edəcəm. Başlayaq birinci sualdan. Sualımız belədir. Aşağıda verilən səyahət marşrutlarından hansı daha çox iqlim tipindən keçər? Bildiyiniz kimi bu mövzu ümumilikdə həm Azərbaycanın hava şəraiti haqqında, həm də iqlim tipləri haqqında olacaq. O səbəbdən iqlimdən də müəyyən suallar görəcəyik. Baxırıq, məsələn, burada düzənlikdən nisbətən düzənliyə doğrudur. Yəni, çox hündürlük fərqi yoxdur. O səbəbdən bizdə bu istiqamətdə birincidə çox fərqli iqlim uşaqları olmayacaq. Hansı ki, bizdə bilirsiniz ki, dağın ətəyindən zirvəsinə doğru iqlim tipləri dəyişir. Deyək ki, ətəkdə yarım səhradırsa, yuxarıya doğru mülayim isti, sonra soyuq, məsələn, deyək ki, yarım səhra, quru çöl iqlimi, sonra mülayim isti, sonra soyuq, sonra dağ tundra olur adətən. Yəni, yuxarıya qalxdıqca. Ancaq bu istiqamətdə 4-də də yanlışlıq var. Niyə? Çünki 4-də düzənlikdən düzənliyə doğrudur, Araz çayı sahili. Bu istiqamətdə də əsasən düzənlikdən dağa doğru deyil, o səbəbdən 5-i də silirik. Və eyni zamanda 3-ü də həmçinin bizdə düzənlikdən dağa doğru, əsasən hündürlüyə doğru təbii proseslərin dəyişmə prosesi arada müşahidə olunacaq ikincidə. O zaman bizim cavabımız olacaq 2. Keçək növbəti sualımıza. Növbəti sualımız belədir. Azərbaycanda ən az yağıntının müşahidə olunduğu məntəqə hansıdır? Respublikamızın ərazisində dağlara doğru qalxdıqca yağıntının miqdarı artır, düzənliklərdə isə nisbətən azdır. Ancaq bəzi ərazilər var ki, onlarda həddindən artıq yağıntının göstəricisi azdır. Xüsusilə Abşeron yarımadasının cənub hissəsi, Bakı ətrafı ərazilərdə yağıntının kəmiyyəti demək 200 mm-dən aşağı düşür və respublikamız üçün minimum hesab olunur. O səbəbdən cavabımız 2 olacaq bu bölgədə yağıntının göstəricisi. Sonra növbəti sual, 3-cü suala baxaq. 3-cü sualımız belədir. Ən yüksək və ən aşağı temperaturların Şərur-Ordubad düzənliyində müşahidə edilməsinin səbəbi nədir? Bildiyiniz kimi Azərbaycanda Naxçıvan ərazisi kontinental ərazidir. Yayda isti, qışda soyuq olur və yaxud gecə gündüz isti olsa da gecə temperatur sürətlə soyuyur. Bu adətən aydın bulutsuz hava şəraitində müşahidə olunur ki, demək bu hava şəraitinin formalaşması, müəyyən qədər onun okeanlardan uzaq olması və yaxud məsələn relyefin və bu ərazidə formalaşan hava kütlələrinin təsiridir. Cavabımız B variantıdır. Əgər okeanlara və s. yaxın olsaydı, belə hal baş verməzdi. Sonra deyir uyğunluğun, 4-cü sual, uyğunluğun pozulduğu hissə. Baxırıq. Demək, burada nə əks olunub? Günəşli saatlar. Günəşli saatlar düzənliklərdə və yüksək zirvələrdə çoxdur. Niyə? Çünki əksər düzənliklərimizdə, məsələn, Şollar düzü, Lənkəran ovalığı kimi düzənliklər istisna eləsək, məsələn, Mil, Muğan, Qarabağ, Samur dəvəsi kimi ovalıqlarda günəş radiasiyasının kəmiyyəti çoxdur, çünki buludluq yoxdur. Məsələn, Abşeron, Qobustan kimi ərazilərdə, bir də dağların zirvələrində, hündür dağların zirvələrində, çünki dağların zirvələri buludlardan yuxarıdır. Günəş şüasının qarşısını kəsən demək bir maneə yoxdur. O səbəbdən yüksək dağlıq ərazilərə və düzənliklərə günəş şüası əksər ərazilərdə çox düşür. O səbəbdən bütün bölgələrdə günəş radiasiyasının miqdarı çox olsa da, dağətəyə orta dağlığa doğru getdikcə radiasiyanın kəmiyyəti burada azalacaq. Bu səbəbdən burada B variantı yanlış olacaq. Düzdür, variant özü düşməyib. Təəssüflər olsun, burada da G variantıdır. Yəni, cavabımız B variantıdır. Yəqin bunu qeyd eləmək unutmuşam. Keçək, demək ki, pozulmuşdur burada. Niyə? Çünki burada radiasiyanın kəmiyyəti azdır, günəşli saatların miqdarı orta dağlıqda azdır. Çünki bulud olduğu üçün günəş demək çox da görünmür bu bölgələrdə. Çünki buludlar günəş şüasının qarşısını kəsir. Keçək növbəti 5-ci sualımıza. Hansı inzibati rayonların ərazisində günəşli saatların miqdarı düzənliklərdən dağlara doğru dəyişər? Biz baxacağıq, hansı rayonlarımızın bir hissəsi düzənlik, bir hissəsi dağlıqdırsa onlardadır. Çünki həmin rayonun bir hissəsi düzənlikdirsə, düzənlikdən həmin rayonda dağa doğru qalxdıqca radiasiyanın kəmiyyəti, demək günəşli saatların miqdarı dəyişmiş olacaq. Kürdəmir tamamilə düzənlikdir, ətrafında dağ yoxdur, bu yanlış ifadədir. Xaçmaz da həmçinin elədir, Rucar da. Bizdə bir hissəsi düzənlik, bir hissəsi dağ olan rayonlarımız demək Zaqataladır. Çünki bir hissəsi Qanı Xəylçay düzənliyinə, bir hissəsi Böyük Qafqaza düşür. Digəri Tovuzdur, əsasən Gəncə-Qazax düzü və demək Kiçik Qafqaz dağları, həmçinin Goranboy. O səbəbdən cavabımız 2, 3 və 4 olacaq ki, hündürlüyə doğru
günəşli saatların və radiasiyanın miqdarının dəyişməsi məhz bu ərazilərdə müşahidə olunan təbiət hadisəsidir. Digər rayonlarımız da var, buna bənzər təbii ki. Uyğunluğu müəyyən edin. Günəşli saatların miqdarı çox olan ərazilər, günəşli saatların miqdarı az olan ərazilər. Günəşli saatların miqdarı demək çoxdursa, deməli həmin ərazilər bulutsuz ərazilərdir. Bulutsuz demək belə. Baxırıq hansı ərazilər quraqdır Azərbaycanda. Muğan düzü B variantı 1-ə B gedəcək. Sonra Abşeron yarımadası D variantı, yarım səhra quru çöl iqlimində bu ərazilər. Bir də Qarabağ düzü F variantı. Bəs yağıntılı və buludlu ərazilər haradır? Böyük Qafqazın demək cənub yamacları A variantı, sonra Talış dağları C variantı və Lənkəran ovalığı Y variantı. Demək birinciyə olacaq BDF, BDF-in olduğu variant isə demək B variantında öz əksini tapıb, 2-yə isə AC və Y variantları uyğundur. Yəni 6-cı sualımızın cavabını artıq müəyyənləşdirmiş olduq. Sonra 7-ci sualın cavabına baxaq. Orta illik temperaturun ən yüksək göstəricisinin müşahidə olunduğu məntəqə. Baxaq burada orta illik temperaturun ən yüksək olduğu məntəqə Kürdəmir ətrafı və Cənub-Şərqi Şirvan düzüdür. Demək, burada Cənub-Şərqi Şirvan düzü və Kürdəmir ətrafı ərazilərdə ümumi orta illik temperaturların göstəricisi Azərbaycanda ortalama istilikdən, yəni 14,5-dən də yüksəkdir. O səbəbdən cavabımız 1 olacaq. Əgər deyərsiniz ki, məsələn, Naxçıvan idi. Naxçıvanda maksimal temperatur, yəni ilin bəzi dövrlərində havanın temperaturu həddindən artıq çox isti olur, amma həmçinin qışda da soyuq olur. Ona görə ortalama göstəriciyə görə, orta temperatura görə Azərbaycanın mərkəzi və cənub-şərq hissəsi, demək, cənub-şərq Şirvan düzü orta temperatura görə daha istidir digər ərazilərdən. Bunu isə Azərbaycanda istiliyin paylanması xəritəsindən aydın şəkildə görə bilərik, əgər nəsə qaranlıq bir məqam qalsa təbii ki. Sonra indi isə demək 9-cu sualımıza baxaq, daha doğrusu 8-ci sualımıza. Günəş enerjisi ilə işləyən işıqlandırma sistemləri və günəş panelləri istehsal edilən şəhər Azərbaycanda Sumqayıt şəhəridir. Bilirsiniz ki, həmçinin orada külək və günəş elektrik stansiyaları fəaliyyət göstərir. Həmin bölgədə günəş panellərini məhz bu istehsal edir bu şəhər, belə deyək. Sonra 9-cu suala baxaq. Aşağıdakı iqlim diaqramının aid olduğu məntəqənin adını tapın. Baxaq görək bu məntəqə hansıdır. Yağıntıların miqdarı -36, orta temperatur isə 12,5 dərəcədir ki, yağıntılar əsasən ilin isti dövründə düşüb görürsünüz. İlin soyuq dövründə yağıntının göstəricisi azdır. Deməli, bu ərazi qışı quraq keçən mülayim istidir. Çünki temperatur 10 selsidən yuxarıdır, yağıntı da çox düşüb və yay aylarında düşüb. Deməli, qışı quraq keçən mülayim isti iqlimdir və yağıntı çox düşən ərazidir. Lənkəran deyil, Lənkəran rütubətli olsa da, deməli, Lənkəran yay quraq keçəndir və Lənkəranda göstərici 1402-dir. 1402-dir. Zulfa bu qədər yağıntı düşmür. Naxçıvana yağıntının miqdarı dağlıq ərazilərdə 9 mm-ə qədər artır. Zaqatala ərazisidir bu, Qanı-Xəriçay ərazisi. Cavabımız D variantı olacaq. Bakıda 247-dir, yəni yağıntının miqdarı aşağıdır adətən. Yəni 300 mm-dən az yağıntı düşür. Hacıqabul da həmçinin quraq ərazidə yerləşir. Yəni burada nisbətən rütubətli olan Lənkərandır. Lənkəranda isə qış ayları yağıntılı, yay ayları isti və quraq keçir və orta temperaturda yüksəkdir Zaqatala bölgəsindən müqayisədə. O səbəbdən bu diaqram məhz Zaqatalanı ifadə edirdi. Düzgün olmayan fikri müəyyən edin. 10-cu suala baxaq. Düzgün olmayan fikir deyir, yarım səhra və quru çöl iqlimi Xəzər sahillərindən 600-800 metr hündürlüklərə qədər ərazi üçün səciyyəvidir. Bəli, yayıla bilər. Bu doğru fikirdir. Bizə amma aid olmayan lazımdır. O səbəbdən digər variantlara baxacağıq. Azərbaycan ərazisində ən yüksək və ən alçaq temperatur Lənkəran şəhərində müşahidə olunub. Təbii ki, bu yanlışdır. Bu Zulfa demək şəhərimizdir. O səbəbdən cavabımız yanlışdır və yanlış olan variantda, aid olmayan variantda B-dir. Digərlərinə baxaq. Azərbaycanda mütləq maksimum yağıntı Lənkəran rayonunun Gəgəran kəndindən düşmüşdür. Doğrudur. Talış dağlarında dağ tundra iqlim tipi müşahidə olunmur. Çünki dağ tundra iqlim tipi 2700 metrdən yuxarıda müşahidə olunur. Talış dağları isə 2493 metrdir maksimal hündürlüyü. Yəni o hündürlüyə çatmır. Soyuq iqlim tipi 1000-2700 metr mütləq hündürlüklərdə yayılır. Bu da doğru fikirdir. Demək, bunlar doğru olduğuna görə bunları götürməyəcəyik. Cavabımız olacaq B variantı. Keçək 11-ci suala. 11-ci sualımız belədir. Demək, dağlıq ərazilərdə hündürlük artdıqca yağıntının artması qanuna uyğunluğunun
pozulması müşahidə edildiyi dağ silsiləsi ki, buna inversiya deyirik. Çünki normalda hündürlüyə qalxdıqca havanın temperaturu azalır, hava rütubətlənir, nisbi rütubəti artır. Çünki havanın temperaturu azaldıqca onun suya tələbatı da azalır, onun saxlama qabiliyyəti azalır. O səbəbdən havadakı artıq sular yer səthinə yağıntı şəklində qayıdır. Nəticə etibarilə dağlarda hündürlüyə qalxsa yağıntı artmış olur bu səbəbdən. Ancaq Talış dağlarında bunun əksini görürük. Çünki inversiya baş verir. Hündürlüyə artdıqca demək nisbi rütubət azalır. Bunun əsas səbəbi kimi cənubdan gələn isti hava və quru hava kütlələri əsas götürülür burada. Ki Talış dağları yeganə dağlar ki hündürlüyə qalxdıqca yağıntının miqdarı orta dağlıqdan yüksək dağlığa doğru artımın əksinə azalır. Bunun nəticəsində əsasən digər dağlarımızda adətən quraq iqlim şəraiti dağın ətəyində olsa da Talışda zirvədədir. Adətən dağların ətəyində yarımsərə, quru çöl iqlim şəraitində quraqlığa dözümlü bitkilər, məsələn, kserofit bitkilər aşağıda yayılır, amma Talışda zirvədə yayılır. Meşədən sonra, yəni orta dağlıqdan yüksək dağlığa doğru quraq hava şəraiti yaranır. Bu da tərs bir hadisədir, inversiya hadisəsidir, yəni çevrilmə prosesi deyirik. Bunun çevrilmə prosesi adlanma səbəbi isə yəni ətəkdəki təbii şəraitin məhz zirvədə yayılma prosesi ilə əlaqələndirilə bilər. Orta illik temperaturun 100 Selsi yazılır. Burada 100 Selsi təbii ki yanlışdır. Burada yəqin ki 10 dərəcə qeyd olunub, 0 yanına düşüb. Çox güman ki düzəlişdə o düzələcək. Demək 100 Selsidən az olduğu rayonlar, demək 10 Selsidən az olduğu rayonlar yəni. 10 Selsidən az olduğu rayonlar, yəni soyuq rayonlar, Respublikamızın Kəlbəcər rayonudur. Sabirabad Salyan istidir, çünki Kür çökəyində yerləşir, o səbəbdən bunlar ola bilməz. Və Qazax da düzənlikdə yerləşir. Onda bizim digər rayonumuz Qəbələ rayonudur. Orta temperatur, demək 10 Selsidən aşağıda illik temperatur, yəni nisbətən belə deyək, aqroiqlim ehtiyatlarının az olduğu rayonlar məhz bunlardır. 1-5 olan cavabı isə Y variantında öz əksini tapıbdır. Keçək 13-cü suala. Yağıntıların miqdarının 200-400 mm və 600 1000 mm olduğu məntəqələrin müvafiq ardıcıllığı. Deməli, birincisi görürsünüz ki 200-400, yəni quraq iqlimə malikdir. Quraq ərazidir. Quraq. İkincisi qismən rütubətlidir. O səbəbdən birincisi quraq ərazi seçildi, ikincisi rütubətli. Burada birinci rütubətlidir bura. Rütubətli. Bura quraqdır. İkinci quraq. Ona görə bu yanlışdır. Keçək ikinci varianta. Samur dəvəsi qanı xəyirçək. Bu doğrudur. Samur dəvəsi quraq ərazidir. Bu isə rütubətlidir. Azərbaycan düzənliklərindən az düzənliyi var ki, rütubətlidir. Biri də qanı xəyirçəkdir. Ən rütubətlisi isə Lənkərandır. O səbəbdən cavabımız B variantıdır. Muğan düzü və Abşeron hər ikisi quraqdır. Kür-Araz ovalığı, Şərur hər ikisi quraqdır. Lənkəran ovalığı rütubətlidir. Vulkanik yayla da rütubətli. O səbəbdən bu da yanlışdır. Bizə birinci daha az yağıntı yağan ərazi. Hansı ki ərazilərə 200-400 mm yağıntı düşübsə, deməli orada yarım səhra formalaşacaq. Demək belə. Keçək 14-cü sualımıza. Deyir, yağıntıların daha çox müşahidə olunduğu məntəqələr. Yağıntılar Azərbaycanda ən çox Talış dağlarına düşür. Biri 7-dir dəqiq. Deməli, 7 olan variant 2 variantda var. C və D variantlarında. Kür çökəkliyi yanlışdır. Abşeron yarımadası yanlışdır. Deməli, 4-lə 2 avtomatik silinəcək. 4-lə 2-nin olduğu variantlar. Baxırıq digər 6-ya Naxçıvan ərazisidir. Bu da getdi. 1-3 demək 6 var. 6-nı silmişik zaten. Bizim cavabımız olacaq isə 1-3-7. Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqaz və hara olacaq? Talış dağları. 5 də uyğun gəlir. Aznahur, Ceyrançöl, o da quraq ərazidir. Cavabımız C variantıdır. Belə, C variantı. Keçək növbəti suala. Xəzri küləyinin istiqaməti düzgün əks olunmuşdur. Xəzri küləyi Azərbaycanın şimal-şərqdən daxil olur. Abşeron yarımadasına. O səbəbdən cavabımız elə 1 olacaq. 1 olacaq. Hansı ki, digəri Abşerondan şimal-şərqə doğru hərəkət edir. O yanlışdır təbii ki. O onun tam tərsidir. Digərlərdə deyil. Məsələn, 4-cü Gilavar küləyinin istiqamətidir. Gilavar. Bu xəzridir. Demək, cavabımız elə birinci cavab olmuş olacaq. Belə. Əziz dostlar, ümid edirəm ki, bu suallar müəyyən qədər sizə Azərbaycan mövzusunu, yəni Azərbaycanın hava şəraiti və
iqlim tipləri mövzusunu daha yaxşı anlamağa yardımcı olacaq. Müəyyən qədər bu köməkçi suallardır. Deyim ki, dəhşətli dərəcədə çətindir, təbii ki, deyildir. Bu suallar insana mövzunu təkrar etmək və daha yaxşı mənimsəmək məqsədi ilə demək verdiyimiz suallardır. Sınavlarda da bu sualların faydasını görəsiniz, təbii ki, qəbul imtahanında da.